Bir daha salam hamıya. Bu videoya əgər baxırsınızsa, demək ki, alış-verişin part 2 videosundasınız. Davamına baxırsınız. Nədənsə mağazaların çoxunda qızlar üçün geyimlər, seçimlər daha çox olur, daha qəşəng olur. Yəni seçim baxımından, çeşid baxımından. Oğlanlar üçün az olur. Razısınız bu fikrimdən? Mənə elə gəlir ki, həmişə oğlanlar üçün nəsə seçim az olur, yəni. Bütün mağazalarda belədir, mənə elə gəlir. Gördüyünüz kimi qızlar üçün də qəşəng geyimlər var. Qız uşaqları üçün gedib qəşəng bəyənib ala bilərsiniz övladlarınıza. Bəzi məhsullar hətta endirimdə idi. Hansı ki, qırmızı ilə göstərilənlər endirimdə idi. Sizdə də belədir. Uşaqlar üçün nəsə alanda elə bilirsən ki, dünyaları qazanmısan, dünyaları fəth etmisən. Yəni insanın ataları bilmirəm, yəqin ki, atalar da belə olar. Anaların ürəkləri çox açılır. Yəni mənə elə gəlir ki, yəqin ki, bütün analar belədir. Ürəkləri çox açılır, elə bir sanki belə dünyaları almısan da, bax elə uşaqların ürəyi açılanda analara dünyaları bəxş etmiş olursan. Yəqin ki, sizdə də belədir. Bir də ki, abunə olmağı unutmayın. Əgər yeni kanalıma girmisinizsə, baxırsınızsa, abunə olmağı unutmayın. Kanalım böyüsün, inkişaf etsin ki, daha da mən də həvəslənəm, daha da motivasiya gəlsin, daha da belə inkişaf etmiş olsun kanalımız. Burada da qadın birliyini dəvət edirəm, həmrəy olaq. Yəni kanalımı inkişaf etdirək, yəni böyüdək. Bunun üçünsə əgər bəyənirsinizsə like atmağı unutmayın. Çünki like da çox önəmlidir. Hər bir like yeni bir izləyicinin qarşısına çıxardır videonu. O baxımdan çox önəmlidir. Fikirlərinizi rəy bölməsinə yazsaz çox sevinərəm. Sağ olun. Hələlik videonun davamını yenə gözləyin. Davamı var, ardı var.